Nə eşitdin, amma inanmadın? Tələbələr üzərindən deyim, metro və avtobusların qiymətinin endirilməsini eşitdim və şayiə imiş, inanmadım. Mənə universitetin asan olacağını deyirdilər, amma heç də elə olmadı. Sosial mediada çox paylaşırlar ki, məsələn, avtobusların qiyməti, nəqliyyatın qiyməti 1 manat olacaq. Məsələn, bu xəbərə inanmaq absurd gəlir. Çünki birdən-birə 2 qat artım mümkün deyil. Hətta məncə müəyyən xəbərlərin çoxusu elə yalan olur, ona görə eşidirəm, inanmıram. Nə eşitdin, amma inanmadın? Bu haqda əslində biz metropolitenlərdə olan müddəti nəzərdə tutardım. Bütün sosial səhifələrdə paylaşıldı ki, 1 dəqiqə 52 saniyə artıq limitdir, amma şəxsən bu günləri 3 dəqiqə 45 saniyələrdə və bu radələrdə biz minik eləyə bilirik və bu əslində çox da inandırıcı bir şey olmadı və artıq inandırıcı olmadığı da sübut olundu məncə. Gözümlə görməmiş inanmıram, yəni çox şeyə. Taksi şoferlərinin 4-5 dənə ev zad olması.